5-ci fəsil. Necə dəyişməli? Mən körpüləri sevinclə və rahatlıqla keçirəm. Mən necə etməli ifadəsini sevirəm. Hər hansı nəzəriyyənin tətbiqini və dəyişiklik etməyi bilmiriksə, bu nəzəriyyə faydasızdır. Mən həmişə işləri necə görməyi öyrənməyə böyük ehtiyacı olan çox praqmatik və praktik bir insan olmuşam. İstifadə edəcəyimiz prinsiplər aşağıdakılardan ibarət olacaq. Dəyişmək istəyinin yaradılması, düşüncələrimizə nəzarət etmək, özümüzü və başqalarını bağışlamağı öyrənməyin bizi rahatlandırması, ehtiyacdan azad olmaq. Bəzən biz nədənsə azad olmağa çalışanda vəziyyət bir müddət sanki daha da pisləşir. Bu pis hal deyil. Bu vəziyyətin dəyişmək üzrə fəaliyyətdə olduğunu göstərir. Təsdiq etdiyimiz fikirlər öz sözünü deyir və biz işimizi davam etdirməliyik. Nümunələr. Biz varlanmağa çalışdığımız vaxt pulqabımızı itiririk. Biz münasibətlərimizi yaxşılaşdırmağa cəhd edərkən dalaşırıq. Biz sağlam olmaq istəyərkən birdən xəstələnirik. Biz öz yaradıcılıq istedadımızı və bacarıqlarımızı göstərmək istədikdə işdən azad edilirik. Bəzən problem başqa bir istiqamətə yönəlir və biz daha çox görməyə və başa düşməyə başlayırıq. Məsələn, hesab edək ki, siz siqareti atmağa çalışır və deyirsiniz, mən siqaretə olan ehtiyacımdan azad olmaq istəyirəm. Bu qərarınızda israrlı olarkən münasibətlərinizin pozulduğunu görürsünüz. Məyus olmayın. Bu, artıq getməkdə olan prosesin əlamətidir. Siz özünüzə bir sıra suallar verə bilərsiniz. Mən pozulmuş münasibətlərdən yaxa qurtarmaq istəyirəmmi? Görəsən münasibətlərimin qaydasında olmadığını görməməyimə səbəb siqaretin yaratdığı tüstü pərdəsi idimi? Nəyə görə mən bu münasibətləri yaradıram? Siz görürsünüz ki, siqaret əlamətdir, səbəb yox. Artıq özünüzdə sizi azad edəcək uzaqgörənlik və düşüncə tərzi inkişaf etdirirsiniz. Siz, mən qaydasında olmayan münasibətlərə olan ehtiyacımı yox etmək istəyirəm, söyləməyə başlayırsınız. Sonra görürsünüz ki, belə narahat olmağınızın səbəbi insanların sizi daim tənqid etməsidir. Biz başımıza gələnlərin səbəbkarının özümüz olduğunu biləndə, mən tənqid olunmaq ehtiyacımı yox etmək istəyirəm deməyə başlayırıq. Siz özünü tənqid haqda düşünəndə, uşaq olarkən çox tənqid olunduğunuzu anlayırsınız. İndi tənqid olunarkən, daxilinizdəki uşaq bunu çox rahat qəbul edir. Siz bundan gizlənmək üçün tüstü pərdəsi yaratmısınız. Yəqin ki, növbəti mərhələni mən bağışlamaq istəyirəm deyərək təsdiq etmək kimi görürsünüz. Motivasiya edici fikirləri dedikcə, siqaretin artıq sizi cəlb etmədiyini və əhatənizdə olan insanların sizi danlamadığını görəcəksiniz. Artıq o zaman ehtiyacdan azad olduğunuzu biləcəksiniz. Bu işi başa çatdırmaq adətən müəyyən vaxt aparır. Əgər bir qədər iradəli olsanız və özünüzdə baş verən dəyişikliyi görmək üçün özünüzə hər gün vaxt ayırsanız, suallarınıza cavab tapacaqsınız. Daxilinizdə olan intellekt bütün planetin yaratdığı intellektlə eynidir. Ürəyinizin səsinə inanın. Bilmək istədiyinizi sizin üçün o aşkara çıxaracaq. Tapşırıq. Ehtiyacı yox etmək. Seminar şəraitində bu tapşırığı tərəf müqabilinizlə birgə icra etməyinizi istərdim. Bununla belə bu işi təkdə icra edə bilərsiniz. Bu halda güzgüdən istifadə edin və mümkünsə böyük güzgü seçin. Bir anlıq həyatınızda dəyişmək istədiyiniz hər şey haqqında düşünün. Güzgünün qarşısına keçin və düz gözlərinizin içinə baxıb ucadan deyin. İndi başa düşdüm ki, bu vəziyyətin səbəbkarı mən özüməm. Mən bu vəziyyəti yaradan fikirdən azad olmaq istəyirəm. Bunu hiss edərək bir neçə dəfə təkrarlayın. Əgər tərəf müqabili ilə işləyirsinizsə, ondan sizə inanıb inanmadığını soruşun. Tərəf müqabilinizi buna inandırmağımızı istərdim. Doğrudan da keçmiş fikirlərdən azad olmağı nəzərdə tutduğunuzu özünüzdən soruşun. Güzgü qarşısında özünüzü bu dəfə keçmişin əsarətindən çıxacağınıza inandırın. Bu məqamda bəzi insanlar bu fikirlərdən necə azad olacaqlarını bilməyəcəklərindən qorxurlar.
Onlar özlərinin bütün suallarına cavab tapa bilməyənə qədər üzərlərinə hər hansı bir öhdəlik götürmək istəmirlər. Bu sadəcə daha bir müqavimətdir. Bunun üstündən keçin. Vacib məqamlardan biri nəyi, necə etməli olduğumuzu bilmək məcburiyyətində qalmamağımızdır. Bizə lazım olan yalnız istəkdir. Ümumbəşəri qüvvələr yaxud şuuraltınız necə etməyi göstərəcək. Hər bir fikir, hər bir söz cavabını alır. Bu an beyindən keçən fikirlər, deyilən sözlər gələcəyi formalaşdırır. Sizin şuurunuz bir vasitədir. Öz ağlınızla daha çox işlər görə bilərsiniz. Ağlınızın sizi idarə etdiyini fikirləşə bilərsiniz. Əslində isə siz özünüz beyninizi bu fikirlərlə təlimatlandırmısınız. Siz həmçinin beyninizi bu fikirlərdən uzaqlaşdıraraq başqa fikirlərə də təlimatlandıra bilərsiniz. Ağlınız sizin üçün istədiyiniz kimi ifadə edə biləcəyiniz bir alətdir. İndi ağlınızdan istifadə üsulunuz bir vərdişdir və istənilən vərdiş istədiyimiz halda dəyişə bilər. Hətta bu vərdişlərin dəyişməsinin mümkün olduğunu bilməyiniz də onları dəyişdirə bilər. Bir anlıq ağlınızda olan bütün fikirləri kənara qoyun və aşağıdakı konsepsiya haqqında düşünün. Sizin ağlınız sizin alətinizdir və siz ondan arzuladığınız kimi istifadə edə bilərsiniz. Seçdiyiniz fikirlər başınıza gələn hadisələri yaradır. Əgər hər hansı vərdişi yaxud fikri dəyişməyin çətin olduğuna inansanız, bu inamınız reallaşacaq. Əgər dəyişmək getdikcə mənim üçün asanlaşır deyə fikirləşsəniz, onda bu fikir doğrudan da dəyişikliyin asan olmasına gətirib çıxaracaq. Ağlınıza nəzarət edin. Daxilinizdə fikirlərinizə cavab verən inanılmaz bir güc və intellekt var. Siz öz ağlınıza şuurlu şəkildə seçdiyiniz fikirlərlə nəzarət etməyi öyrəndikcə özünüzü bu güclə bərabərləşdirmiş olursunuz. Sizə görə şuurunuz yox, şuurunuza görə siz məsuliyyət daşıyırsınız. Siz ağlınızdan istifadə edirsiniz. Köhnə fikirlər haqqında düşünməyi dayandıra bilərsiniz. Köhnə fikirləriniz geri qayıdıb, dəyişmək olduqca çətindir dedikdə ağlınıza nəzarət edin və deyin. İndi inanıram ki, dəyişmək mənim üçün getdikcə asanlaşır. Bu ifadəni bir neçə dəfə təkrar etməklə ağlınıza nəzarət etdiyinizi özünüzə təsdiqləyin. Sizin həmişə nəzarət etdiyiniz tək şey bugünkü fikirlərinizdir. Köhnə fikirləriniz arxada qaldı. Onların səbəb olduğu hadisələri yaşamaqdan başqa heç nə edə bilməzsiniz. İndiki fikirləriniz isə tamamilə sizin nəzarətinizdədir. Nümunə: İstədiyi qədər gec yatmağa icazə verilən balaca bir uşağın artıq hər axşam saat 8-də yatmasını istədiyinizdə ilk gecənin necə olacağı barədə nə düşünürsünüz? Uşaq yeni qaydaya qarşı çıxacaq, qəti etiraz edəcək, qışqıracaq və yatmamaq üçün əlindən gələni edəcək. Əgər bu vaxt qərarınızda qətiyyətli olmasanız, uşağınız qalib gələcək və həmişə sizə nəzarət etməyə çalışacaq. Lakin siz təmkinlə öz qərarınızın üstündə dursanız və qətiyyətlə bunun yeni yatmaq vaxtı olduğunda təkid etsəniz, uşağın etirazı zəifləyəcək. 1-2 gecədən sonra o yeni rejimə öyrənəcək. Eyni hal şuurunuza da aiddir. Əlbəttə, o əvvəlcə sizə qarşı çıxacaq. O yenidən təlimlənmək istəmir, lakin o sizin nəzarətinizdədir. Əgər məqsədyönlü və qətiyyətli olsanız, qısa müddətdə yeni düşüncə tərziniz formalaşmış olacaq. Siz artıq köhnə fikirlərin köməksiz qurbanı yox, öz şuurunuzun yaradıcısı olduğunuzu dərk etdikdə özünüzü çox yaxşı hiss edəcəksiniz. Tapşırıq: azad edin. Bunları oxuyarkən dərindən nəfəs alın və nəfəsinizi buraxarkən bütün gərginliyi bədəninizdən çıxarın. Bədəninizdən xüsusilə başınız, alnınız və üzünüzdən çıxarın. Oxumaq üçün başınızın gərgin olmasına ehtiyac yoxdur. Dil, boğaz və çiyinlərinizin gərginliyini azaldın. Siz kitabı dincəlmiş qollarınız və əllərinizlə saxlaya bilərsiniz. Bunu indi edin. Bel, qarın və çanağınızın gərginliyini azaldın. Ayaqlarınızı və pəncələrinizi dincələrkən sakit nəfəs almağa çalışın.
Bundan əvvəlki abzasda deyilənləri etdikdən sonra bədəninizdə ciddi dəyişiklik hiss etdinizmi? Görün buna nə qədər davam gətirə bilirsiniz. Bunları bədəninizlə edirsinizsə, şuurunuzla da edin. Artıq yaratdığınız bu sakit və rahat vəziyyətdə özünüzə deyin: mən azad olmaq istəyirəm. Mən azad edirəm. Qoy getsinlər. Mən bütün gərginliyimi, qorxularımı, qəzəbimi, günahlarımı, kədərimi azad edirəm. Mən bütün köhnə məhdud fikirləri özümdən uzaqlaşdırıram. Ona görə də çox rahatam. Mən özümlə və həyat prosesi ilə harmoniyadayam. Mən özümü təhlükəsizlikdə hiss edirəm. Bu çalışmanı 2 ya da 3 dəfə edin. Azad olmanın rahatlığını hiss edin. Çətinliklə bağlı hər hansı bir fikrin yarandığını duyanda bu çalışmanı təkrar edin. Özünüzdə bu vərdişi yaratmaq üçün tapşırığı bir müddət təkrarlamalısınız. Özünüzü belə sakit vəziyyətə gətirsəniz, yeni yaratdığınız düşüncələri qüvvədə saxlamaq sizin üçün asanlaşacaq. Artıq yaranan problemə qarşı açıq və tədbirli olduğunuza görə stres keçirməyinizə, mübarizə aparmağınıza, yaxud gərgin olmağınıza ehtiyac qalmayacaq. Bu məqamda sakitləşin və düzgün fikirləşin. Bu elə asandır ki. Fiziki azad olma. Bəzən fiziki rahatlığa ehtiyac duyuruq. Başımıza gələn hadisələr və emosiyalarımız bədənimizdə yığılıb qalır. Maşının bütün pəncərələrini bağlayaraq ucadan qışqırmaqla içinizdə yığılıb qalan deyilməyən sözlərdən azad ola bilərsiniz. Toplanmış qəzəbdən azad olmaq üçün yatağı və ya yastıqları yumruqlamaq, qaçmaq, tennis oynamaq olar. Bunların hamısı zərərsiz yollardır. Bir müddət əvvəl çiyinlərim 1-2 gün ağrıdı. Ağrının keçib gedəcəyini düşünərək ona fikir verməməyə çalışdım. Amma keçmədi. Nəhayət oturdum və özümdən soruşdum. Nə baş verir? Mən nə hiss edirəm? Daxilimdə bir yanğın hiss edirdim. Fikirləşdim ki, yanğın qəzəbin əlamətidir. Mən nəyə qəzəblənə bilərdim? Nəyə qəzəbləndiyimi tapa bilmədim. Bu səbəbi tapmaq üçün 2 böyük yastığı çarpayının üstünə qoyub, var gücümlə onları yumruqlamağa başladım. Təxminən 12 zərbədən sonra nəyə acıqlı olduğumu dəqiq anladım. Səbəb necə də aydın idi. Odur ki, mən yastıqları daha güclü zərbələrlə, haykü ilə yumruqlamağa davam etdim və bədənimdəki bütün mənfi emosiyaları çıxarmağa müvəffəq oldum. Dayananda artıq özümü xeyli yaxşı hiss edirdim. Ertəsi gün çiyinlərim ağrımırdı. Keçmişinizin sizi gerilətməsinə imkan verirsiniz. Yanıma gələn bir çox insanlar keçmişdə baş verənlərə görə bugündən zövq ala bilmədiklərini bildirirlər. Onlar ya keçmişdə etmədikləri, ya da düzgün yerinə yetirmədikləri işlərə görə xoşbəxt ola bilmirlər. Onlar keçmişdə malik olduqlarını indi əldə edə bilmədiklərinə görə həyatdan zövq ala bilmirlər. Keçmişdə xətirlərinə dəydiklərinə görə bugün heç kəsin sevgisini qəbul etmirlər. Bir vaxtlar gördükləri hansısa iş xoşagəlməz sonluqla bitdiyinə görə onlar eyni sonluğun indi də baş verəcəyinə əmindirlər. Bir vaxtlar tutduqları əmələ görə, keçirdikləri peşmançılıq hissinə görə daima pis insan olduqlarını düşünürlər. Bir dəfə kiminsə onlara etdiyi pisliyə görə indi özlərinin lazımı yerdə olmamasında digər bütün insanları günahlandırırlar. Keçmişdə qəzəbləndikləri bir hadisəyə görə İndi də bütün hadisələrdə haqlı olduqlarını düşünürlər. Keçmişdə başqaları tərəfindən gördükləri pis münasibətlərə görə onlar heç vaxt bağışlaya və unuda bilmirlər. Universitetin tədbirinə dəvət edilmədiyimə görə həyatdan zövq ala bilmirəm. İlk imtahanda zəif çıxış etdiyimə görə imtahanlardan həmişə qorxacağam. Evli olmadığıma görə həyatımı tam yaşaya bilmirəm. Bir dəfə aldandığıma görə daha heç kəsə inanmıram. Bir dəfə etdiyim oğurluğa görə özümü daim cəzalandırmalıyam. Uşaq vaxtı zəif olduğuma görə heç vaxt heç nəyə nail olmayacağam. Keçmişdə nəyin baş verməsindən və ya nə qədər dəhşətli olmasından asılı olmayaraq, ondan asılı qalmaqla yalnız özümüzü incitdiyimizi dərk etmək istəmirik. Onların vecinə də deyil. Adətən onların bundan heç xəbərləri də olmur.
Biz bu anı həyatımızdan zövq alaraq yaşamaqdan imtina etməklə yalnız özümüzü incidirik. Olan olub, keçən keçib və olanlar dəyişdirilə bilməz. Biz ancaq bu anı yaşayırıq. Hətta biz keçmişdən şikayətlənəndə də indiki anımızı o xatirələrlə yaşayır və bugünkü həyatı yaşamaqdan məhrum oluruq. Tapşırıq, azad olma. Gəlin keçmişi beynimizdən silməyə başlayaq. Onunla bağlı emosiyalarınızı da silin. Qoy xatirələr yalnız xatirə olaraq qalsın. Əgər siz 3-cü sinifdə nə geyindiyinizi xatırlamaq istəsəniz, bunun emosiya ilə bir bağlılığının olmadığını və yalnız bir xatirə olduğunu görəcəksiniz. Bu, keçmişdəki bütün hadisələrə də aiddir. Biz köhnə fikirlərdən azad olduqca, bütün əqli gücümüzü yaşadığımız andan zövq almağa və gözəl gələcəyimizi qurmağa sərf edəcəyik. Azad olmaq istədiyiniz şeylərin siyahısını tutun. Bunları etmək istəyiniz nə dərəcədə güclüdür? Öz reaksiyanıza fikir verin. Onlardan azad olmaq üçün nə etməlisiniz? Müqavimət gücünüz hansı səviyyədədir? Bağışlamaq. Növbəti addım bağışlamaqdır. Özümüzü və başqalarını bağışlamaq bizi keçmişdən azad edir. Möcüzələr kursu kitabında dönə-dönə deyilir. Bağışlamaq demək olar ki, bütün sualların cavabıdır. Mən bilirəm ki, əgər işlərimiz yaxşı getmirsə, deməli bağışlanmalı yenə nəsə var. Əgər bugün həyatın axarı ilə rahat getmiriksə, deməli keçmişdə ilişib qalmışıq. Bu təəssüf, kədər, inciklik, qorxu, günah, günahlandırma, qəzəb, kin, bəzən hətta qisas alma arzusu da ola bilər. Bu vəziyyətlərin hər biri sizin hadisələri bağışlamamağınız, azad olmaq və bugünlə yaşamaqdan imtina etməyiniz nəticəsində yaranır. Sevgi hər bir dərdə şəfadır. Sevgiyə aparan cığır isə bağışlamaqdır. Bağışlamaq insanda olan kini məhv edir. Mənim bu məsələyə bir neçə yanaşma üsulum var. Tapşırıq, kini məhv etmək. Kini məhv etmək üçün həmişə yararlı olan qədim bir Emmett Fox çalışması var. O, sakitcə oturub gözlərinizi yummağı, beyninizi və bədəninizi dincəltməyi məsləhət görür. Sonra özünüzü işıqları sönmüş teatrda kiçik bir səhnənin qarşısında təsəvvür edin. O səhnəyə ən çox kim bəslədiyiniz insanı qoyun. Bu insan sizin keçmişinizdə və bugününüzdə sağ yaxud artıq ölmüş ola bilər. Onu səhnədə aydın görəndə təsəvvür edin ki, onun həyatında yaxşı, əhəmiyyətli bir hadisə baş verib. Onun güldüyünü və xoşbəxt olduğunu təsəvvür etməyə çalışın. Bu mənzərəni bir neçə dəqiqə gözünüzün önündə canlandırın. Sonra isə unudun. Mən bu tapşırığa başqa bir addım da əlavə etməyi xoşlayıram. Bu adam səhnəni tərk etdikdə özünüzü onun yerinə qoyun və təsəvvür edin ki, həyatınızda yaxşı hadisələr baş verir. Özünüzü gülümsəyən və xoşbəxt görün. Bilin ki, dünyada hər şey hər birimiz üçün əlçatandır. Bu çalışma əksəriyyətimizin içimizdə daşıdığımız kini təmizləyir. Bu çalışmanı yerinə yetirmək bəzilərinə çox çətindir. Hər dəfə siz bu çalışmanı yerinə yetirəndə səhnəyə müxtəlif insanlar çıxacaq. Bu çalışmanı bir ay, gündə bir dəfə yerinə yetirsəniz, necə yüngülləşdiyinizi hiss edəcəksiniz. Tapşırıq, qisas. Dindarlar bağışlamağın əhəmiyyətini yaxşı bilirlər. Bəzilərimiz üçün bir insanı tam bağışlamazdan əvvəl atmaq istədiyimiz vacib bir addım olur. Bəzən daxilimizdəki uşaq bağışlamazdan əvvəl qisas almaq istəyir. Belə hallarda bu çalışmanın çox böyük rolu var. Gözlərinizi yumub səssiz və sakit vəziyyətdə oturun. Bağışlanması çox çətin olan insanlar haqqında düşünün. Əslində onlara nə etmək istərdiniz? Sizin onları bağışlamağınız üçün nə etməlidirlər? Təsəvvür edin ki, sizin istədikləriniz indi baş verir. Daha dəqiq desək, siz onların necə əzab çəkmələrini və ya tövbə etmələrini istəyirsiniz? Onların kifayət qədər əziyyət çəkdiyini düşünəndə bu prosesi yekunlaşdırın və həmişəlik başa çatdırın. Adətən həmin anda özünüzü yüngülləşmiş hiss edirsiniz. Bu halda bağışlamaq barədə düşünmək xeyli asanlaşır. Hər gün bağışlamaq haqqında düşünmək sizə yaxşı heç nə verməyəcək.
Bunu bir dəfə yekun tapşırıq kimi icra etsəniz, qisas hissindən xilas olacaqsınız. Tapşırıq bağışlamaq. İndi biz bağışlamağa hazırıq. Bu çalışmanı mümkünsə tərəf müqabilinizlə, əgər təksinizsə ucadan deməklə yerinə yetirin. Yenidən gözləriniz bağlı şəkildə sakitcə oturun və deyin: Mənim bağışlamaq istədiyim insan. Həmin insanın adını deyin və onu hansı səbəbə görə bağışladığınızı deyin. Mən səni bu səbəbə görə bağışlayıram. Bu çalışmanı dönə-dönə icra edin. Bəzilərini bağışlamaq üçün çox, digərlərini bağışlamaq üçün isə 1 ya 2 səbəbiniz olacaq. Əgər tərəf müqabiliniz varsa, qoy o sizə desin: Çox sağ ol, mən indi səni azad etdim. Əgər təksinizsə, elə təsəvvür edin ki, bu sözləri bağışlamaq istədiyiniz adam sizə deyir. Bu çalışmanı ən azı 5-10 dəqiqə təkrar edin. Hələ də ürəyinizdə daşıdığınız haqsızlıqları nəzərdən keçirin və onları oradan çıxarıb atın. Bu günədək bacardığınız qədər təmizləndikdən sonra diqqətinizi özünüzə yönəldin. Ucadan özünüzə deyin: Mən özümü bu səbəbə görə bağışlayıram. Növbəti 5 dəqiqədə bunu edin. Bunlar çox güclü çalışmalardır və beyninizdə qalan lazımsız fikirləri təmizləmək üçün onları həftədə azı bir dəfə yerinə yetirmək çox faydalıdır. Bəzi hadisələri unutmaq asan olur, bəziləri isə bir gün qəflətən yoxa çıxanadək yavaş-yavaş azalır. Tapşırıq təsəvvür etmə. Daha bir yaxşı çalışma. Kimdənsə xahiş edin, bunları sizin üçün oxusun ya da diskə yazsın. Daha sonra isə yazdıqlarınızı oxudub ona qulaq asın. Özünüzü 5-6 yaşında uşaq kimi təsəvvür edin. Uşağın gözlərinə diqqətlə baxın. Onun gözlərinin dərinliyindəki arzunu axtarın. Görəcəksiniz ki, o uşağın sizdən yalnız bir istəyi var. Bu da sevgidir. Odur ki, qollarınızı açın və bu uşağı bağrınıza basın. Onu sevgi və nəvazişlə qollarınızın arasında saxlayın. Uşağa onu nə qədər çox sevdiyinizi və qayğısını çəkdiyinizi deyin. Uşağın etdiyi hər bir işi xoşladığınızı və insanın öyrənərkən səhv etməsinin normal olduğunu deyin. Nə olursa olsun, hər zaman onun yanında olacağınıza söz verin. İndi həmin uşağı təsəvvürünüzdə ürəyinizə yerləşəcək ölçüdə kiçildin. Onu elə bir yerə qoyun ki, hər dəfə baxanda onun kiçik üzünü görə və ona sevginizi verə biləsiniz. İndi ananızı 4-5 yaşında qorxan, şəfqət və sevgi axtaran, bu sevgini harda tapacağını bilməyən balaca qızcığaz kimi təsəvvür edin. Əllərinizi uzadıb qızı qollarınız arasına alın və onu nə qədər sevdiyinizi, qayğısını çəkdiyinizi deyin. Nə olursa olsun, onun yanında olacağınızı və sizə etibar edə biləcəyinizi bildirin. Sakitləşib özünü təhlükəsizlikdə hiss edəndə onu ürəyinizə yerləşəcək ölçüdə kiçildin. Onu öz kiçik uşağınızla birgə ürəyinizdə yerləşdirin. Qoy onlar bir-birlərini sevsinlər. İndi isə atanızı 3-4 yaşında qorxan, ağlayan, şəfqət və sevgi axtaran balaca bir oğlan kimi təsəvvür edin. Hansı tərəfə gedəcəyini bilmədiyi üçün yanağından axan göz yaşlarına baxın. Siz artıq balaca, qorxmuş uşaqları yaxşı sakitləşdirirsiniz. O titrəyən balaca oğlanı da qollarınızın arasına alın və həzin səslə zümzümə edərək onu sakitləşdirin. Onu çox sevdiyinizi və həmişə yanında olacağınızı bildirin. Onun göz yaşları dayananda, kiçik bədənində sevgi və sakitlik hiss edəndə onu da kiçildib ürəyinizə yerləşdirin. Bu 3 uşaq orada bir-birini, siz isə onların üçünü də sevə bilərsiniz. Sizin qəlbinizdə bütün planetə məlhəm ola biləcək qədər sevgi var. İndi bu sevgidən sizi sağaltmaq üçün istifadə edək. Ürəyinizin mərkəzindən bədəninizə yayılan istiliyi, həlimlik və zərifliyi hiss edin. Bu hissin özünüz haqda düşüncələrinizi və dediklərinizi dəyişməsinə icazə verin. Yaşadığım bu sonsuz həyatda hər şey əla, tamamlanmış və mükəmməldir. Dəyişiklik mənim həyatımın təbii qanununa çevrilib. Mən dəyişikliyi sevinclə qarşılayıram.
Mən dəyişmək istəyirəm. Mən düşüncə tərzimi dəyişmək istəyirəm. İstifadə etdiyim sözləri dəyişmək istəyirəm. Mən köhnədən yeniliyə asanlıqla və sevinclə keçirəm. Mənim üçün bağışlamaq düşündüyümdən də asandır. Bağışlayarkən özümü azad və yüngül hiss edirəm. Getdikcə özümü daha çox sevməyi məmnuniyyətlə öyrənirəm. İçimdə nə qədər çox kindən azad oluramsa, o qədər çox sevgi dolu ifadələr işlədirəm. Fikirlərimi dəyişmək özümü yaxşı hiss etməyimə səbəb olur. Mən bu günü gözəl yaşamağı öyrənirəm. Mənim dünyamda hər şey gözəldir.